Aysel Əlizadə yazıcı, jurnalistdir. Bir çox bacardığı işlər var. Yaradıcılığa çoxdan başlayıb. Tanıyanlar bilir ki, burada musiqi sınaqları da olub, televiziya fəaliyyəti də olub. Yəni, çox zəngin bir karyera həyatı olan adamdır Aysel Əlizadə. Sözüm iki qütbə olur. İki qütblə danışıram. Bir özüm, bir də insanlar. İnsanlara demək istədiklərimi yazılarımda deyirəm. Özümə dediklərimi özümdə saxlayıram. Bəy. Yoxdur. Yeni xəbər. Kobudluq. İqbal Ağazadənin səsini. Cır səsə və yalançı səsə. Yalançı səslər çoxdur. Rəssam olmaq istəyərdim. Sezen Aksu. Yaxşı sualdır. Uğurlu bir ölkədə. Çatışmazlığım çoxdur. Ən bəyəndiyim pis cəhətim rejimsiz olmağımdır. Rejimsiz həyatdır. Atatürk. Söyüş söymürəm, amma bir söyüşüm var. Onu çox hirslənəndə və çox axmaq hərəkət edən adamlara deyirəm. Bu halın adı hələ mənə məlum deyil. Bəlkə də heç nə dilçiliyə, nə də elmə, nə psixologiya hələ məlum deyil bu hal adı. Bir neçə şüarım var. İnsanlarla bağlı bunu tez-tez deyirəm. Birini tanımaq istəyirsənsə, onun başqaları haqda dediklərinə fikir ver. Başqalarının onun haqda dediklərinə yox. Bir də el misalı var. Onu biraz özəlləşdirib deyə bilərəm ki, çalışan əl mütləq bəhrəsini alır, meyvəsini alır. Nobel aldığım an. Xoşbəxt ola bilməmək. Başqalarının sevincinə dərdlənən adamdır, bədbəxt adam. Əzabsız və insanların sevgisini, savabını qazanaraq. Cəhənnəmə düşənlərlə Allah görüşmür ki, mən heç ölmədən də Allahla görüşürəm. Allahla deyəndə Tanrı ilə görüşürəm tez-tez və ona maraqlı suallarım olur. Məni maraqlandıran suallarım olur. O da cavab verir. Bəzən qane eləmir, amma hər halda bu onun cavablarıdır. Məhəmməd Peyğəmbər niyə o qədər kiçik yaşlı qızla evlənmişdi? Məni həmişə heyrətləndirən bir hadisə olur. Hər dəfə ona heyrətlənir və hər dəfə düşünürəm ki, niyə öyrəşmirəm buna?
Bu da yaxşılıq etməyə əli gəlməyən adamları görəndə heyrətlənirəm. Yəni imkanı var eləməyə, ancaq etmir. Çox heyrətlənirəm. Bu yay çox kitab oxudum. Boş oldum və oxudum, istirahətdə oldum, oxudum və Orxan Pamukun Yeni Həyat romanını təkrar bir də oxudum. Daha sonra yazdığı əsərlərini mütaliə edəndən sonra ilk əsərinə qayıdıb belə qənaətə gəldim ki, Orxan Pamuk ən maraqlı performansı Yeni Həyatda sərgiləyib. Çox bəyəndim əsəri təkrar oxuyandan sonra. Dostlarımla söhbətlərimdə çox gülürəm. Mənim çox məzəli dostlarım var. Məsələn, Azər Ayxanla söhbət eləyəndə gülmüşəm sonuncu dəfə. Yox, Ramin tez-tez güldürmür. Amma məni çox güldürən adamlar var. Məsələn, Elbrus Sərud məni çox tez-tez güldürür. Azər Ayxan tez-tez güldürür. Yəni, kişi dostlarımın yumoru yaxşıdır. Onlar məni... Bir söz var idi, bilmirəm onu kim deyib. Bir qadını güldürə bilirsənsə, o qadının ürəyini fəth eləmirsən deməkdir. Bunu biraz da dostluq münasibətlərinə tətbiq eləsək, bir dostu güldürə bilirsənsə, deməli, o sənin dostundur. Yəni, onu dost kimi qazana bilmirsən. Adi iPhone melodiyası. Telefondan telefon səsi çıxmalıdır, düşünürəm. Rockefellerin. Yox, son zamanlar elə bir orijinal hədiyyə almamışam, amma ümumiyyətlə orijinal hədiyyələrim çox olub. Məsələn, bir oxucum özünü görmədən, tanımadan qapımızı döyüb mənim çox sevdiyim aktyorun disklərini qoymuşdu və çox sevdiyim yazıçının kitabını. Bir də hədiyyə almışam, orijinal hədiyyədir, yazısız kitab. İçində yazı yoxdur, amma kitabdır. Format olaraq kitabdır, içində yazı yoxdur. Aysel. Çox şey eləyərdim. Çox adama kömək eləyərdim. Çox yardım edərdim. Bu ölkəni özümün də bir zaman burada yaşamaq istəyərdim. Şəklinə sala biləcək hala gətirməyə çalışardım. Səbəbsiz kapriz deyil, amma kaprizliyəm. Yəni, özümə məxsus tələblərim var. Hə, başından yumruq qoymaq istədiyim adamlar olur, amma tez-tez yox. Belə öz işini, gücünü qoyub, yad adamların, kənar adamların çamaşırında qurtdalanan, səni tapan kimi başqalarından qeybət edən, nə bilim, öz arzusuz dərdi olmayan adamlar məni qıcıqlandırır. Hərdən onları vurmaq istəyirəm. Hədsiz yaxşı adamlar, hədsiz, yəni, dibinə qədər yaxşı adamlar məni kövrəldir. Yox. Mənim silahım göz qabağımda.
Anar bəy, düşünmürəm ki, mənim arzularımı qızıl balıq həyata keçirə biləcək gücdədir. Ona görə, yəni böyük, adətən nağılda necədir? Mülk istəyir, nə bilim, geyim istəyir, əyanlar arzuluyur. Elə bir arzularım yoxdur və ona görə də qızıl balığın başqa hansı arzunu gerçəkləşdirə biləcəyini bilmirəm. Arzu olaraq, indi bu nə qədər romantik səslənə bilər, patriot səslənə bilər, amma bütün Azərbaycanı arzulayardım. Amma Qaradağ onu qızıl balıqdan necə istəyim? Onu etsək özümüz etməliyik. Kişi yalnız kişi deyil, qadın da yalnız qadın deyil. Həm də qarşı cinsdir və bu zaman tamdır. İsmail bəy. Yaxşı poeziya başqaları üçündür. Yaxşı insan isə bir kimlikdir, çox özəl tərəfidir obrazın. Bunlar əlbəttə ki, bir-birindən qaynaqlanır. Məncə, dünyanın elə ən yaxşı insanlar şairlərdir. İstisnalar bütün sahələrdə və hər yerdə var. Yəni, şairləri dinləmək bəşəriyyəti uğurlu yerlərə aparıb çıxarar, böyük şairlər. Pis adam isə heç şair olmasın, çünki biz onu oxumarıq, Nazim Hikməti oxuyarıq. Paylaşarım, necə şeir olmasından asılı olmayaraq. Yəqin Füzuli özünü nəzərdə tutub. Çünki başqa şairlər haqqında niyə danışsın ki şeirində? Yaxşı sualdır. Yəni, məni bilən adamdır. Aydan, çox sağ olun sualınıza görə. Bayaq Orxan Pamukun Yeni Həyat kitabına misal gətirdim. O kitab belə başlayır. Bir gün bir roman oxudum və bütün həyatım dəyişdi. Bir gün Oşonu oxudum və çox şey dəyişdi. Məncə, hər bir adamın həyatında bir Oşo mərhələsi olmalıdır. Mütləq olmalıdır. Nə qəliz sualdır, ay Mehdi. Fərqli olur. Təcrübədən də olur, ruhsal qatdan da, situativ də olur, peşəkar yanaşma da olur. Fərqlidir. Düz hiss eləyirsiniz, mən hətta aldadanda da aldatmıram oxucumu. Dürüst olmaq heç nəyin bahasına başa gəlmir. Əksinə, dürüst olmaq mənim üçün ən rahat formadır. Özümün ən rahat halımdır. Dürüst olmamağa çalışanda çox əzab çəkirəm, yoruluram. Beynim yorulur. Necə eləyim, necə hansı trüklərdən istifadə edin, bu məni çox yorur.
istəyir. Edə bildiyim qədər, edə biləcəyimiz qədər edəcəyik. Qalanını da doğulacaq qadın edəcək. İşıqlı olacaq, orada hər rəng olacaq. Qara rəngi çox az olacaq. Əlbəttə sözüm var. Ümumiyyətlə, yaşada olduqca hiss edirəm ki, daha çox susmaq istəyirəm. Əvvəlki kimi danışmağa meyilli deyiləm. Və susmaqla bəzən daha böyük şeylər deyirəm və daha çox rahatlıq tapıram. Amma oxuculara və ümumiyyətlə auditoriyaya, insanlara deyəcək sözüm